Birinci qoyduğu malikəşlərə deyir, əleyhissalam deyir, gördün səni insanlar tərif eləyir. Bir ki şeytan bütün gücünü səfərbərliyib müğayət ol günah. Bütün gücünü səfərbərliyib müğayət ol günah ki, birdən itirərsən özbədə, onu yox özünü görərsən. Bu bir. Bir də insanın hədəfi biraz böyük olanda, şeytan daha çox güc sərf edir. Yəni iddialı olanda. Bir nəfər gəldi bir Arifə dedi ki, mənə bir düstur ver, nə bilim tapşırıq ver. Yaxşı bir gedim bir yerə. O da ona bir tapşırıq verdi. Getdi bir 20-30 gündən sonra gəldi. Ustad bağışda bir cürət edib bir söz demək istəyirəm. Deyir, buyur da. Deyir, mən belə deyək də, əvvəl bu zikir verməmişdən qabaq, rahat şəkildə gözümü harama baxmaqdan yumurdum. Səni tapandan sonra inansan ki, mən çətinləşib də, yəni bu günah eləməmək mənə. Ustad qayıdır, deyir ona ki, tələbə deyir, sən əvvəlki də cılız məqsədlər üçün, hədəflər üçün yaşayırdın, o qədər səninlə güc səfərbər eləmirdilər də. Amma indiki daha birdən bir hədəf qoymuşsan, zirvəyə qalxmaq. Artıq tamamən ayılıblar da artıq, ayıq sayıqlar. Ya bu hara getmək istəyir, bu hara getmək istəyir, orada artıq güc tökülür. Hətta mən təfsirində çıxdı qabağıma, deyir şeytan, o ayəni də oxuya bilərəm. Mən o ayəni oxuyanda çox dəhşətə gəldim, inan Allaha. O hekayəsini deyəcəmsə, Musanın hekayəsidir də. Bunu stat gətirir təslim təfsirinin müəllifi, deyir ki, şeytan deyir, Peyğəmbərə hücum eləyə bilməz, ətrafın əli ilə işini dağıdar. Vay o gündən ki, insanın ətrafı. Orada bir dənə misal çəkir, deyir, orada bir nəfər dalaşırdı, Musanın tərəfdarlarından biri idi, o tərəflə. Musa gördü, çağırdı Musanı da. Musa gəldi, deyir, bir dənə vurdu. Sirdin üstü açıldı. Bir dənə vurdu, o öldü. Bir dənə vurdu. Bir dənə vurdu. Vuran əldə vardı Musanın. Yəni beyzası da var idi, əsası da var idi. Bir dənə vurdu, yıxıldı, öldü, geçdi. Biraz yayıldı, kim öldürür, bilinmir daxı. Aya budur, aya baxarsınız. Sabahsın gördü, bu yenə dalaşır. Buna görə Musa düşüb işə, Musa qırağını deyir, sən neyinirsən, də putar da. Musa yaxınlaşanda ki, bu da elə bildi ki, Musa gəlib bunun üstünə də bu dəfə. Dünən öldürmədin sən. Gün demək öldürmək istəyir. O təsəvvürlə bu dünən buna görə yazığa görə vurub. Oradan deyir Musanın işi nə oldu? Çıxdı Misirdən. Düzdür, Musa da onu ilahi təqdirlə fürsətə çevirə bildi. Getdi Şüeybi tapdı, Şüeybin balaları.